Salam əziz şagirdlər. Bugünkü sualımız bir məşğullu tənliklər və məsələlər mövzusuna aid olan belə bir misaldır. Misalın cəbri üsulla həlli həqiqətən çox çətindir, yəni nisbətən çətin olan sual tipidir. Bəs bu sualı başqa cür necə həll eləmək olar? Düzdür, sual bizə verilən sual əslində M parametrin hansı qiymətində tənliyin 3 kökü var qiyməti idi. Yəni nisbətən sadə olan bir tip idi. Amma mən burada artıq tənliyin 2 kökü, tənliyin 3 kökü, tənliyin 4 kökü və tənliyin kökü yoxdur. Bunların hamısını qrafik üsulu ilə araşdıracağım və siz də öyrənmiş olacaqsınız. Yəni videonun uzun olmasına baxmayaraq həqiqətən düşünürəm ki, bu izah çox dəyərli bir izah olacaq və sizin xeyli köməyinizə çatacaq. Yəni bunların müxtəlif 2 kökü, 3 kökü, 4 kökü və ya kökü yoxdur sualları ilə qarşılaşa bilərsiniz. Videonun uzun olmasına baxmayaraq sona kimi baxın və anlayacaqsınız. Deməli, birinci sualda M parametrin hansı qiymətə tənliyin 2 kökü var. İlk növbədə x kvadrat çıxılsın 6 modulda x üstə gəlinsin m çıxılsın 3 bərabərdir 0 tənliyində x kvadrat çıxılsın 6 modulda x bərabərdir. Bu gördüyümüz m çıxılsın 3 keçirəndə o tərəfə 3 çıxılsın m. Bu formada. Burada hər birinə ayrı-ayrılıqda bir funksiya kimi baxıram. X kvadrat çıxılsın 6 modulda x və y bərabərdir 3 çıxılsın m. Burada olan y1, y2 yazaq. Burada olan y1 funksiyadır. y2 isə bu da funksiyadır. Sadəcə x oxuna paralel. Bu funksiya x oxuna paralel düz xət. Amma x kvadrat çıx 6x bu isə kvadratik funksiya. Bunları bir-bir araşdırmalıyıq və bunları da əlbəttə ki qrafik üzərinə mən sol tərəfdə gördüyünüz kimi proqram açmışam. Onun üzərində yox, mən ilk öncə funksiyanın grafikin qurulmasını sizə öyrədəcəm və görəcəksiniz ki, həqiqətən də bunları, məsələn, buranı təmizləsək, funksiyanın qrafiki orada nə cürdürsə, o formada da qurulur yəni. İndi araşdıraq. Deməli, buranı kiçildək. Belə bir şey bura qoyaq. Yaddaşda qalsın. Başlayaq sualımızın izahına. Deməli, burada ilk növbədə mən y bərabərdir x kvadrat çıxılsın 6 modulda x funksiyasının qrafikini qurmalıyam. Funksiyanın qrafikini qurmaq üçün birinci növbədə modulda x-dir və x-ə işarə təyin eləməliyəm. X-a 0-dan böyük, yəni x-in müsbət həllərində. Modul müsbət olduqda olduğu kimi açılır. X kvadrat çıxılsın 6x bərabərdir 0. Tənliyin kökləri x-in mörtəzə xaricine çıxartsam x çıxılsın 6 bərabərdir 0. X olur 0 və x olur buradan 6. Birinci vəziyyət üçün, x-in 0-dan böyük vəziyyət üçün 2 kök təpki 0 və 6. Sonra ikinci əldə baxaq. İkinci əldə belədir, x-in 0-dan kiçik şərtində baxmalıyıq. Biz bilirik ki, əgər modulun içərisi mənfi olanda modulun qarşısına mənfi atıb açırdıq. Deməli, olur ifadəmiz belə x kvadrat üstə gəlinsin 6x bərabərdir 0. Buradan da mən x-in mörtəzə xaricinə çıxartsam, olar x üstə gəlinsin 6 bərabərdir 0. Buradan olur x bərabərdir 0, x bərabərdir mənfi 6. Deməli, biz tapdıq ki, x-in 0-dan böyük şərtində 0, 6 və 0, mənfi 6. Və əlavə olaraq da biz bunları ayrı-ayrılıqda təpə nöqtələrini də tapmalıyıq. Məsələn,
Tutalım ki bu şərt birinci şərt daxilində təpə nöqtəni tapsam, n bərabərdir mənfi b bölünsün 2a düsturundan istifadə edirik. Təpə nöqtəni tapmaq üçün mənfi b-nin yerində duran ədəd mənfi 6-dır bölünsün 2, 3 və tapdığımız m ədədini gətirib tənlikdə yerinə qoyanda 3-ün kvadratı 9 çıxılsın 18 bərabərdir mənfi 9. Yəni n təpə nöqtəsini tapmaq üçün səliqə ilə gətirək, bunun altından yazaq bu formada. İkinci şərt daxilində isə yenə də ikinci şərtdə biz m-i tapmaq üçün x-in sıfırdan kiçik şərtində mənfi yenə də b bölünsün 2a şərtində mənfi b-nin yerinə 6 bölünsün 2 mənfi 3 n-i gətirib mənfi 3-ü yerinə qoysaq mənfi 3-ün kvadratı 9 çıxılsın 18 bərabərdir mənfi 9 almış olarıq. Və buradan təpə nöqtələrini tapdıq. Bunu da nisbətən kiçildək biraz. Yerimiz olsun funksiyanın qrafikini qurmağa. Şərtlər də bunlardır deməli, görürsünüz artıq. İndi artıq funksiyamı mən qrafikini artıq qura bilərəm. Funksiyanın qrafikini qursam, və funksiyanın qrafikində nöqtələri quraq, deməli, görürük ki, buradan x-in qiymətləri 0,6 və 0-6 aralığındadır. Ona görə çox nöqtə qurmayacağım. 1, 2, 3, 4, 5, 6. Bura 6 qoyaq. Bura -6 qoyaq. Təpə nöqtələrin görürük ki, 3-dən -9 aralığındadır. Buranı -9-a kimi uzaldaq. -9. Bir təpə nöqtə bura düşür. Bir təpə nöqtədə -3-ə. Və funksiyanın qrafikini qursaq, əsas hissə funksiyanın qrafikinin qurulmasına. Normal vəziyyətdə biz parabolanın qrafikini quranda biz məsələn buradan baxsa x kvadrat çıx 6x bərabərdir 0. Parabolasının qrafiki 6-dan 0 və 6 nöqtəsindən keçən və təpə nöqtəsi, məsələn təpə nöqtəsi bu formada. Və burada da təpə nöqtəni -3 və bura qeyd eləsəm, normal vəziyyətdə parabolamızın qrafiki olur bu formada. Bu formada və digərində x kvadrat üstəgəl 6x parabolasında qrafik olur bu formada. Amma bizim yəni bu sıfırdan keçir təbii ki. Belə deyək. Parabolamızın qrafiki olur belə, amma biz burada fikir verməliyik ki, x-in birinci qrafikdə, məsələn, bu birinci qrafik olsun, bu da ikinci funksiyanın qrafiki. Birinci funksiyanın grafikinə biz görək ki, x böyükdür 0 şərtini vermiş. Ona görə x böyükdür 0 şərtini vermişiksə, birinci qrafik buradır. Birinci qrafikdə x-in mənfi qiymət, çünki bu aralıqda x-lar axı mənfi qiymətlər alır, yəni görürsünüz onu. X-in mənfi qiymətlərini ala bilməz. X-in mənfi qiymətləri ala bilməzsə parabolanın bu hissəsi olmur. Sonda birinci qrafik burada bitir 0-da. İkinci qrafikə baxsaq, ikinci grafikdə isə x 0-dan kiçikdir. Yəni ikinci qrafik budur. İkinci grafikdə isə parabolanın sağ hissəsi, yəni 0-dan artıq bu hissəsi olmayacaq. Bu hissəsi olmayacaq parabolanın bu hissəsi. Deməli, biz bunu unutmamalıyıq. Bu hissəsi artıq parabolanın olmayacaq. İndi mən bunun grafikin artıq bildinizdə funksiyanın qrafiki nə formada olacaq. İndi mən bunu silib funksiyanın grafikin tam qursam, funksiyanın qrafiki olacaq belə. Deməli, funksiyanın qrafiki 0-dan başlayır. Təpə nöqtə 6,
Bu birinci funksiyanın qrafiki olur. İkinci funksiyanın qrafiki isə, ikinci funksiyanın qrafiki, bunu çəkək bu tərəfə biraz. Deməli, ikinci funksiyanın qrafiki yenə də bu da -6-dan keçir, təpə nöqtəsi 9 və 0-da bitir. Bu da artıq ikinci funksiyanın qrafiki olur. Bu belə. Bu da ikinci funksiyanın qrafiki. İndi artıq biz baxsaq ki, burada yəni şərtlər daxilində funksiyanın qrafikini nəzərə alıb şərtlər daxilində baxsaq, məsələn, tənliyin 2 kökü var. Tənliyin 2 kökünün olması üçün bu iki tənliyin y1 bərabər x kvadrat çıx 6 modulda x işarə eləyim. Məsələn, bax bu tənlikdən bu tənliyin kəsişmə nöqtələri tənliyin köklərinin sayıdır. 3 çıxılsın m x-a x oxuna paralel olan düz xətt. İndi buradan mən tənliyin 2 kökü var. Tənliyin 2 kökünün olması üçün məsələn bir dənə belə bir xətt çəksəm, başqa nəydən çəkim? Bax. Məsələn, tutam ki, belə bir xəttdir. Tənliyin 2 kökü. Bu xətt 3 çıxılsın 2m xəttidir. Məsələn, tənliyinin mənə deyir, tənliyin 2 kökü var. Tənliyin 2 kökü harda ola bilər? Bir yuxarıda x oxundan görürsünüz də, yəni xətti, o tərəfə aparan xətti. Bax, x sıfırdan yuxarıdakı xəttdə tənliyin 2 kökü var. Bir də tənliyin 2 kökü tam bu 9-un üzərində tənliyin 2 kökü olur. Yəni bunu biz misal kimi yazsaq necə yazarıq? Misal kimi yazsaq, yazmaq olar ki, 3 çıxılsın, məsələn, birinci şərt daxilində 3 çıxılsın m tənliyinin 2 kökünün olması üçün bu -9-a bərabər olan halında həll eləsək, -12 m bərabərdir 12. M-in 12 qiymətində tənliyin 2 kökü var. M-in -9 yox ha. -9 3 çıxılsın m-ə aiddir. 3 çıxılsın m xətti budur. 3 çıxılsın m xətti budur. Və m-in 12 qiyməti tənliyin 2 kökü olur və tənliyin 2 kökü 3 çıxılsın m-in sıfırdan böyük qiymətində yenə də tənliyin 2 kökü olur. Məsələn, həll eləsək, sıfırdan böyük qiyməti deməli olur 3 çıxılsın m böyükdür 0, mənfi m böyükdür mənfi 3, m kiçikdir 3-dən. Bu iki şərt tənliyinin 2 kökünün olması şərtinə aid. Tənliyin 2 kökünün olması şərtinə. Kiçildirəm bunu. Gördünüz artıq ifadəni. Lazım olsa videonu geri qaytarıb yenidən baxa bilərsiniz. Bu artıq birinci misalın həllinə aiddir. Məsələn, qoysam bura birinci misalın həllinə aid olan şərtdir. Keçsək ikinci həllə, tənliyinin 3 kökü var. İndi yenə də qrafikə baxsaq, tənliyinin 3 kökünün olması üçün tənliyinin 3 kökü harda ola bilər? Bax, nöqtələri qururam. Tənliyin 3 kökü. Qrafikinin kəsişdiyi nöqtələr. Bir bura qrafiklərin kəsişdiyi. Bir də bura. Yəni bu iki qrafikin kəsişdiyi. Bayaq məsələn 2 kökünün olması şərti. Hansı şərt daxilində idi? Məsələn 2 kökü. Bu iki qrafikin düz xəttin və parabolanın bir qolu burada, bir kökü burada. Bir də hansı şərt daxilində idi? Bu şərt daxilində. Baxın, ortaq köklər parabola ilə ortaq olan hara idi? Bir bura, qara nöqtə qoyuram, bir də bura. Amma artıq fikir versək, parabolanın mənə deyir 3 kökü olsun. Tənliyin 3 kökü olsun. Tənliyin 3 kökü olması üçün parabola ilə düz xətt 3 nöqtədə kəsişməlidir. Və 3 nöqtədə kəsişdiyi nöqtələr haradır? Qırmızı, yaşılı işarə edirəm. Bir bura, bir də bura.
tənliyinin 3 kökü. Tənliyin 3 kökü harda oldu? Məsələn, həll eləsək, tənliyin 3 kökü ikinciyə həll eləsək, 3 çıxılsın m bərabərdir 0, mənfi m bərabərdir mənfi 3, m bərabərdir 3 nöqtəsində. M bərabər 3 nöqtəsində tənliyin oldu, deməli, 3 kökü. Bu şərt buna daxildir. Aha. Keçək tənliyin 4 kökü var. Tənliyin 4 kökü indi biz baxsaq, da biraz nisbətən təmizlik eləsək, çox getdi. Deməli, belə qrafikini quraq yenidən. Tənliyinin 3 kökünün, indi artıq tənliyin 4 kökünün olması. Tənliyin 4 kökü harda ola bilər? Baxsaq bura, tənliyin 4 kökünün olması, məsələn, 0-dan aşağıda və mənfi 9-dan yuxarıda. Çünki baxın, grafikin kəsişməsi düz xəttdən. Grafikin kəsişməsinə baxın, düz xəttdən. Məsələn, başqa bir rəngdən qoysam, baxın. Bir nöqtə burada kəsişir, biri burada kəsişir, biri burada kəsişir və biri də burada. Artıq bu düz xəttdən parabolanın 4 dənə kökü olmuş olur. Həmçinin bunlar yəni təkcə burada deyil də, burada da qrafik belə deyək, ikinci qrafik çəkdi, zərər yoxdur. Məsələn, burada da ola bilər, burada da ola bilər, bu formada da, burada da ola bilər. Artıq 4 dənə kök üzərindən olacaq bu. İndi parabolanın, məsələn, çəkim qara xətti, bax, qara xətt bayaq buradaydı, burada da ola bilər, burada da ola bilər. Artıq bu nöqtələrdə bizim tənliyimizin 4 kökü olur. Deməli, həllə gəlsə tənliyin 4 kökünün olması şərtində, məsələn, üçüncüdə. Deməli, 3 çıxılsın m düz xətti nədən böyük olur? Mənfi 9-dan böyük olur. Yəni, bu mövzunu bilmək üçün nisbətən bərabərsizdən də xəbəriniz olmalıdır. Qrafik üsulundan həll eləmək üçün. Mənfi 9-dan böyük, 0-dan kiçik həllərində mən hər tərəfdən 3 çıxsam, mənfi 12, kiçikdir, mənfi m, kiçikdir, mənfi 3. Hər tərəfi mənfi 1-ə vursam, m böyük olur 3-dən, kiçik olur 12-dən. Yəni, artıq tənliyinin 4 kökünün olması üçün m ifadəsi 3-dən 12-nin arasında ədədlər almalıdır. Bunu da gətirib, məsələn, nisbətən kiçildib, buraya yazmaq olar ki, tənliyin 4 kökü var. Deməli, sonra, tənliyinin kökü yoxdur. Tənliyinin kökü olmadığı hissə haradır? Baxaq. Tənliyinin kökünün olmadığı hissə mənfi 9-dan da aşağıda olan hissədir. Artıq burada bura qoysan düz xəttdən parabolanın kəsişdiyi nöqtə var, xeyr yoxdur. Deməli, iki funksiyanın qrafikinin kəsişdiyi nöqtə yoxsa, deməli, orada o tənliyin kökü yoxdur deməkdir. Baxın, məsələn, bu hissədə tənliyin kökü yoxdur. Deməli, o hissə hara düşür? O hissə bura düşür. Tənliyinin kökü yoxdur. Məsələn, 4-cünün həllinə baxsaq, tənliyin kökü yoxdur. Deməli, 3 çıxılsın m nə olmalıdır? Mənfi 9-dan da kiçik ədədlər olmalıdır. Çünki bu düz xətt harda olmalıdır? Mənfi 9-dan da aşağıda. Mənfi 9-dan aşağıda olan ədədlər 3 çıxılsın m-ə aid olan düz xəttdir və mənfi 9-dan aşağıdadır. Deməli, bu aralıqda artıq ümumiyyətcə kəsişən nöqtələr olmadığı üçün, ortaq nöqtələr olmadığı üçün tənliyin kökü yoxdur deyə bilərik. Və bu bərabərsi həll eləsək, mənfi m kiçikdir, mənfi 12, m böyükdür 12 ifadəsində isə tənliyinin kökü yoxdur. Bunu da bura qoymaq olar. Gəlin bu proqram üzərindən də quraq görək, biz həqiqətən parabolamızı, funksiyanın qrafikini düz qurmuşuqmu? Bizim funksiyamızın qrafiki bu formadadır, görürsünüz siz artıq. Və mən parabolanı qururam, baxın. Y bərabərdir.
verilən tənliyə x kvadrat çıxılsın 6 modulda x. Baxın, fikir versəz. Həqiqətən də bizim parabolamızın, yəni bu funksiyanın qrafiki budur və funksiyanın qrafik təpə nöqtələrinə baxsaq 3 - 9, həqiqətən də 3 - 9. Bu nöqtədə -3 - 9, -3 - 9. Tənliyin kökləri 0,6, tənliyin kökləri 0 - 6. Həqiqətən necə yazmışıqsa o formada. Bunu məsələn qrafiki nisbətən biraz böyütsəm, tutalım ki, bunu qrafiki böyüdək, biraz daha rahat görün bunu. Həqiqətən də görürsünüz ki, yəni bu formadadır. İndi bir də məsələn hər hansı y bərabərdir bir 3 nöqtəsi quraq. Məsələn, baxsaq biz bura 3 niyə qurdum? Mən orada 3 çıxılsın m yazsam, o artıq funksiya kimi oxuyur. Məsələn, tutalım ki, baxın mən 3 çıxılsın m yazsam, bu proqram onu funksiya kimi oxuyur. Ona görə bu formada yaza bilmirik. Elə 3 kimi yazmaq kifayət eləyir. Onsuz o ədəddir də. Hər hansı y oxu üzərində baxın, həqiqətən də bunu mən görürsüz sağa sola elədikcə y üzərində olan düz xətt və x oxuna çəkilmiş paralel çəkilmiş bir düz xətt. İndi biz bu iki funksiyanın qrafikinin, yəni y bərabərdir, tutalım ki, məsələn, qoyaq bir dənə bura 3. Məsələn, 2 qoyaq, fərqi yoxdur. Bu parabolanın hər ikisinin kəsişdiyi hissələr, iki parabolanın kəsişdiyi hissələr artıq bu tənliyin kökləri sayılır. Məsələn, biz nə tapdıq? Birinci tənliyin 2 kökü var. Tənliyin 2 kökünün olmasına baxın. Bax, bu şərt daxilində. Bura baxın. Bax, 0-da artıq, bura bax. Məsələn, 0-da tənliyin 3 kökü oldu. İndi mən bunu artırdıqca 0-da 0-ı harda ala bilər? Y 0-ı harda ala bilər? Y 0-ı ala bilər m'in 3. Məsələn, bizim yazdığımız 3 çıxılsın m'dir. Bizim yazdığımız 3 çıxılsın m funksiyasıdır. 3 çıxılsın m'də m'in 3 qiymətində y 0 ala bilər də. Burada məsələn y-ə tutam ki 0 yazsam düz düşür x oxun üzərinə. Sonra tənliyin 3 kökü var. Tənliyin 3 kökünün olması üçün bir nə yazmışıq? Tənliyin 3 kökünün olması şərtində tənliyin 2 kökü var. Yox, tənliyin 3 kökü var şərti artıq m'in 3 nöqtəsində düz üst-üstə düşür. Sonra tənliyin 2 kökü var. Tənliyin 2 kökü harda ola bilir? Tənliyin 2 kökü ola bilir m'in məsələn 12 nöqtəsində tam. 12 nöqtə hara düşür? Məsələn, tutalım ki, 12 olması üçün -9 olmalıdır. Məsələn, yazsam, tutalım ki, -9 düz görürsünüz ki, tam -9'un üzərinə düşür 12 olması üçün. Bir də m'in kiçikliyi 3 qiymətində. M'in 3 qiymətində də bu aralıqların hamısını alır. Yəni, bunu artırıb azaltmaqdan görə bilərsiniz ki, həqiqətən də x4 və ya 3, 2 nöqtələri alır. İndi düzdür, sizin imtahanda belə bir əlinizdə şərait olmayacaq. Yəni, belə bir qrafik quran hər hansı proqramımız olmayacaq. Amma ümumi olaraq həlli qaydasını bu formada yaza bilərsiniz. Yəni, mütləq dərəcədə funksiya üzərindən həlli qaydasını öyrənin. Sona kimi dinlədiyiniz üçün təşəkkür edirəm. Düşünürəm ki, həqiqətən də sizin üçün önemli bir video izah oldu. Video izahında bayaq dediyim kimi geniş böyük olmasın. Yəni çünki mövzu olaraq tam ətraflı yazmışdım burada. Şərh bölməsində də izah haqqında fikirlərinizi söyləyə bilərsiniz. Sağ olun, təşəkkür edirəm.